orada. Reklam işi dayanır ki plakatla reklam olur. Sən kimli televizora çıxardan sən zonda Mən televizyon çıxmıram, mən reklam hekayəsi yazıram. Televizyon çıxmaq nədir? Nə Reklam reklam nə ya? olduğunu bilirsən ümumiyyətlə? Nə reklam yazsan? Yo bilmirəm də Yox, səndən. reklam olduğunu nə bilirsən nə reklam Bilmirəm nədir? səndən soruşuram da. Hətta mən də izah edirəm, nə reklam hekayəsi yazırsan. Ətli reklamlı hekayəsi, restoran reklamlı hekayəsi. Nə hekayəsi Belə olur. yazsan ya? Hekayətdə hekayə sözü mənasını bilmirsən? Mən sənə deyirəm ki, senarisini yazırsan. nə yazırsan da? Senari yazırsan, nə izah verirəm? İzah ver. Bir də sən nə işlə məşğul olsan, necə qazanırsan? Mən belə qazandım. Hə. Mən belə burada izah verə bilmirəm də. Burada kütləvi çox insan var. Başa düşdün? Yazarsan izah Mən verərəm. gün nə qara qura, axmaq işlə məşğulsan, sən bunu burada Yo, deyirəm. axmaq özünsən, bax elə danışmam. Mən sadəcə axmaq deyirsən, axmaq işlə məşğulsan deyirsən. Yo, nə fərqi var ki? Ondan mən Mən çox da yaxşı. Bilirsən işini niyə gizlətsin ki bir kişi? Mən necə yəni? Bax görsən sən mən işim dedin, mən işim sənə dedim burada. Mən heç vaxt İşim budur. Mən heç vaxt işləməmişəm, qardaş. Heç vaxt deməmsən? Yox. Popularlamamısan. O sən heç bir adiyyəti yoxdur. Sən elə basıb bağlama burada yalandan danışma. Qardaş, mən qulaq as. Sən buna pul kim alıb, hə? Kim verir sənə? Qulaq as. Pulu kim verir sənə? Necə yəni kim verib pulu? Necə yəni? Pulu sənə kim verir? Qulaq as. Sən bax bir dənə fikirləş. Normal sən bir ares mujik qulaq as. Bir dənə mən sənə izah eləyim. Bax bir dənə qulaq as, danışma. Sən burada pulu sənə kim verir? Başqa söz demə. İstəməmişəm də. Sən sənə kim verir? Qulaq as. Sən belə çıxır ki, bax sənin bir dənə burada fikri mən izah eləyirəm bütün hamıya. Sən onda belə çıxır ki, bura insanları qaldırırsan, qulaq as. Bir dənə danışma. Qulaq as. İnsanları bura qaldırırsan, kimsə qayıdıb sənə o gözləyirsən ki, kimsə qayıtsın desin ki, mən pulu filan yerdən alıram, nə bilim hansısa varıdan tutub alıram. Məsəl üçün deyirəm, alıram. Sən insanlar qulaq varıdan pul alam. Qulaq as. Sən onda o insanlardan gözləyirsən ki, qoy insanlar onu desin, yansın, aparsın, sabah. Nə diyorsun? Sən kimsən? Belə çıxır ki, sən oğlana pul alsan. Nə qılına danışsan? Sən kimdən pul alacaqsan? Vallahi billah sən heç kimsən. Sən tipi olanda da heç kimdir. Nə danışırsan? Sən belə çıxır ki, sən qulaq as. Pulu deməli, pulu halal yola qazanmırsan. Onsuz da bütün insanlar heç kimdir. Halal yola qazanmırsan, pulu halal yola qazanmırsan. Mən belə çıxmasın, sən kimi insanlar mənə nəsə deyəndə, yəni çox vaxt pulu oradan qazanırsan. Hə, pulu halal qazanmırsan, mən sənə deyirəm, pulu halal qazansan yoxsa yox. O mənim üçün halaldır, mənim öz fikrimdir o. Sənin üçün nədir bu? Yaxşı, bu Allah üçün halal deyil axı. Quran üçün halal deyil, sən qazandığın o pul. Eləcə yanı, bilmirsən necə yanı. Sən qazandığın pul halal pul deyil. Sən qulaq as, sən burada qazandığın platformada oturub kimsə əziyyət çəkib indi sənə nəsə atır, o halaldır. Hə, əlbəttə ki, halaldır. Mən burada kontent yaradıram. Demək yaxşı bir ideya verirəm. Mənə ona görə dəstək dururlar, deyirlər ki, qardaş, bunu davam elətdir. Mən burada durub sən belə yaxşısan, sən belə təbliğat eləmirəm, pis şey təbliğat eləmirəm ki, mənə durub desinlər ki, sənə bunu atmışıq buna görə. Mənə nə atıblarsa onu atıb elə bildik biz burada. Yaxşı şey atmırlar onlar. Yaxşı kişilər yaxşı kontent atır, mövzuları atır. Gedib Petuqa dəstək durmurlar. Nə də üzdən rəqəm, mənə dəstək dururlar. Və mənim də burada videolarım var. Mən yaxşı təbliğat sən özəlliyin nədir ki burada? Aymış büyük, sənin də gələcəkdə uşağın olacaq, digərlərinin də uşaq olacaq. Mən istəmişəm ki, o uşaqlar, varabutqa yox. Sən öz yerində danış, qaqaş, kiməsə demək ki, sənin uşağın olacaq, ya nəyin olacaq? Sən cinayətkar böyüdəsən uşağını. Mən istəmişəm ki, gənclər cinayətkar yox, evinə itaətkar olsun. Vəssalam. Budur söhbət. İkinci bir məsələ. Qulaq as. İkinci bir məsələ. Sənə deyirəm, sənin pul qazandığı pul halaldır. Mən özümü halal bilirəm. Sən özünə halal bilmək o deməklə halaldır. Quran dini cəhətdən halaldır deyirəm. Sən dini cəhətdən danışmır. Niyə danışmırsan ki, sən danışamazsın? Sən danışa bilmərsən axı dini cəhətdən. Qulaq as, dini cəhətdən danışsan, düzdür. O əlindəki tatuaları niyə vurmusan? Dini cəhətdən danışsan. Bax, mənim gələcəksin, bax, keçmiş səhvlərimdir. Bax, ayı olmuşam məndə. İndi bəlkə hansısa bir oğlan, Səni kimi, bax, səni kimi insana təhsilə düşmüşəm. Bunları vurdurmuşam, adam vurmuşam. Nə bilim, belə pis şeylərlə məşğul olmuşam. Mənim gələcək 17 yaşındakı səhvlərimdir. Mən bu söhbətləri görmüşəm, bunun içində olmuşam. Ona görə deyirəm ki, girmin bu söhbətlərə. Bu söhbətlərə girsə sizi uçuruma girəsiniz. Sənin kimi insana mən bir yerim para edeyim. O vaxt gör. Sənin kimi danışanlar. Qulaq as. Bəs niyə oradan, məsəl üçün, uzaqlaşdın, keçdin reklam şirkətinə? Ayşə, mənim qabağıma bir nəfər çıxdı, mənim kimi insan. Məni qoydu qabağına, həyatı izah elədi. Aylarla, günlərlə dedi, qaqa, bu budur. Çıxmasın, indi mən sənə
İndi qulaq as. Otdu nerdə? Aton anan var, Allah canı sağ eləsin varsa. O hepsi rəhmət eləsin. Ailə şeylərinə qatışma da. Məsələn, ailəyə girmə. Yo, onu demirəm. Yəni deyirəm ki, bu vaxta qədər yəni Yo, atam ölüb. Allah rəhmət eləsin Atıfa. Buyur. De. Nəysə qaqaş. Mənim atam ölüb, anam da biraz fağır bir insan olub, kasıb bir insan olub. Allah canını sağ eləsin. Allah canını sağ eləsin. Mən də sənin kimi qaqaşların ətrafında böyümüşəm. Kriminal ideologiyayla olan qaqaşların. Onlar mənim beynimi doldurub bu cici şeylərlə. Gedib adam vururdum. Açığı mən adam vururdum 17 yaşında, 15 il bundan əvvəl. Belə şeylər vurdururdum. Burada da var, burada da fəxr edirdim bundan. Bir gün mənim kimi insan çıxdı qabağıma, mənə bu izah elədi aylarla, günlərlə. Otdum biraz fikirləşdim ki, mən nə etmişəm? Mən cəmaatı vurmuşam. Məsəl üçün, mən cəmaata nələr söyləmişəm, nələr demişəm bu millətə. Mən nə etmişəm? Bu nə həyatdır? Mən bu dəqiqə mən pul qazanıb anama pul verməliyəm. Oturmuşam, ayı oradan gəldi, magiya buradan getdi, sənə vuraram, dağıdaram. Bu həyatdır. O gün o qədər mənim cibimdə 20 qəpik yox idi. Çıxıb burada ama həyatda, real həyatda ayı deyirdim. 20 qəpik yoxdur, qazana bilmirdim ha kişi. 20 qəpik olmayan oğlana bu da ayı deyir. Mən də deyirəm ki, eləməyim belə şeylər. O gündən sonra başladım işləməyə. Hələ işlədim. Qulaq as da. 5 il belə işləmişəm ağır işlərdə. Belimdə qrija yarandı. Fiziki qabiliyyətim bitdi. Keçdim bu sosial şəbəkələrdə qazanmağa, beynimi işlətməyə. Mən ona görə yoxsa iş, vallahi burada girmərəm mən. Mən buraya il yarım da girmişəm. Reklam şirkətində neçə vaxt işləyirsən? Ondan nə bilim belə də iş ödəyirlər. Oradan pul gəlmirdi ki, keçdim belə şeylərə. Az gəlirdi, yəni dolana bilmirdi qardaş, az gəlirdi, oradan az gəlirdi. Amma belə din baxımından, amma mən sənə deyim ki, bax din baxımından görsün, hə? Bax söhbət eləyir də burada. Allah şahidkən bu da halaldır. Hansı halal, nə halal deyil? Vallahi halaldır. Niyə? Yaxşı sən haram burada elə adam var ki, qulaq as, burada elə adam var ki, burada insanlardan belə üzr saysınlar, hansısa bir cırıqdan, qəhbədən pul alırlar, hə, haram pulu. Götürüb sənə atırlar jeton kimi. O da halaldır. Sən bana qulaq as, sənə verilən pullar, pul xırdalıyırsan, hardasa, sənə pul qaytarırlarsa, o pulun da sən hardan gəldiyini bilmirsən, necə qazandığını bilmirsən. Ona qalsa biz onu da bilmirik. Onda heç kimdən biz pul almamalıyıq. Yox qaqaş, sən özünə de. Mən sən özünə deyirəm ki, o halaldır. Mən də sən özünə deyirəm ki, sən nə vaxtsa hardansa sənə pul gəlir, cibinə girir, sən də bilmirsən o pul necə hardan qazanılıb, necə əldə olunub. Bilmirsən fahişəliklə, geyliklə, nə bilim sən dediyin qaqaş, sən dediyin şey başqa şeydir. Mən sənə göndərirəm. Sən də dediyin başqa bir şeydir. Sən məsəl üçün sən işləyirsən, aparıb dükana pul verirsən, düzdür? Sən işlədiyin pulun elə bir ki 100 manat verirsən, 20 manatlıq nəsə alırsan, işlədiyin pulun 80 manatını sənə qaytarırlar. Onun adiyyəti yoxdur nəyəsə, amma adiyyəti çoxdur. Mən deməliyəm ki, bu 80 manat pul sənin beyninlə deyirəm. 80 manat pul halal qazanıb haram. Fahişə qazanmıyor ki. Onun adiyyəti yoxdur. O 100 manat sən halal qazanıb, nəsə alırsan. Onun da adiyyəti yoxdur. Amma burada sən var ha. Azərbaycanın bəzi kütləsi bu yayımçılıq anlayışını ümumiyyətlə başa düşmür. Elə bilirlər ki, düzdür, bu da səhv yayım açanlar, səhv təbliğat aparanlar, nə bilim, öz həyatı ilə ancaq məşğul olan insanlar var ki, onlar atılan pul boşunadır. Səndən bundan razıyam. Amma burada mən baxıram, arada fikirləyirəm də, Perpetuğa burada Perpetuğa dəstək olanlar var da, onlar üzdən iraq. Amma onlara seriozlu baxmıram. Qoy bir dənə bitirim. Bax, yaxşı bir kontent yaradan insanlar var ki burada. Biri idmanla yaxşı bir kontent yaradıb, idmana görə onu atırlar. Abidin, bizim qaqamız Bərdəli. Onu idmana görə atırlar da, o idmana yaxşı bir örnek olur. Mən də burada söyüşsüz yumor eləyirəm. Halbuki bura girmək olmurdu. Hamı söyüşdən, təqqirdən zarafat edir. Heç kim baxa bilmirdi ailənin içində. Və plus da burada yaxşı mənada təbliğat aparan bir nəfər yoxdur. Gənclərə nümunə ola biləcək bir ideya yoxdur. Heç kim eləmir. Bir dənə 7 il mən edirəm. Və mənim bu kontentimə görə yaxşı burada qardaşlar var ki, imkanı güclü olan. Atırlar ki, qaqa, biz sənə dəstəyik burada, dayağıq burada. Çünki bura jeton atılanda kəşfiyyat qabağa çıxır, çox insan görür. Atırlar, ekran tıkı vururlar ki, o çox insan görsün, çox gənclər buna yararlansın. Burada məqsəd budur. Mən bir də boş-boş şeylə məşğul olsam, mənə nəsə atsalar, sən hansı haqqın var, vallah bilan sənə razılaşıram. Amma mən elə deyirəm axı. Mən bir il bundan əvvəl eləmişim bu söhbətləri. Çox insan bilmir. Hələ də o videolarımda durur. Nə videon durur ki? Nə var mı sanki? Yəni bu mövzularla bağlıdır ki, nə? Gənclər kriminal aləmə yox, iş aləminə girsinlər, evinə işləsinlər, qazansınlar, sənə götürsünlər. Bir dənə mən sənə izah verim də. Sən deyirsən ki, burada yazmışam, elə şey 12 nəfəri düzəltmişəm, düzdür?
İndi Naprimer deyirəm də. Yox, indi bu düzəltdiyim informasiya. məsəl çəkirəm. Elə bir soruşuram, düzdür? Platform nə qədər vaxtın gedib ona? Hardasa 15-20 gün. 15-20 gün, hə. İndi sənin öz rayonunda da elə cavanlar var da. Sənin sözü əgər qulaq as da. Bir dənə qulaq as gör nə deyirəm. Ay onu dedim mən də cavab verdim. Nə o söz? Sənin söz və sayı salan adam varsa, sən onları 5 dəqiqə 20 dənəsini yığıb bir yerə düzəldə bilərsən. Yox, öyle şey deyil də. Məsələ elə deyil axı. Məsələ elə asad deyil. Dedim axı, mən 10 nəfərə danışıram. Yaxşı, sən o düzəltdiyin insana garanti verə bilərsən ki, gələcəyini onu görə bilərsən ki, o insan heç vaxt elə olmayacaq. İmində elə 100% olmayacaq. Elə olmayacaq. Belə oğlan olub ki, qulaq as. Elə oğlan olub ki, narkotik çəkib. Deyib demişəm ki, narkotik çəkirsə, qulaq as. Bu gündən sonra mən yox, qulaq as da. Elə yaxşı, elə insan var qumar oynayıb. Demişəm ki, qardaş, bunlar təbii asıllıqlardır. Qulaq as. Sən dedin təbii asıllıq başqa şeydir, düşüncə başqa şeydir. Elə insan var gedib adam vurub. Elə bilə yerə, durduq yerə. Demişəm ki, eləmə. Məsəl üçün deyirəm. Eləmə. Mən ona garanti verən adam deyirəm ki, bundan sonra bu belə olmayacaq. Deyib ki, hə, yaxşı eləməyəcəm. Amma vaxt keçib gedib adam vurmaq yerinə adam öldürüblər. Başa düşdün? Mən də o mənə dəxli yoxdur. Sən onu yəqin ki, izah edə bilməmisən. Mən də sənə deyirəm. Adam vurma deməklə o adam vurmayacaq. Mən də sənə izah verirəm ki, yəni sənin burada sən qulaq as da, sənin burada düzəltdiyin insanlara sən garanti ver. Acaman nəsə alır, ona garanti verə bilmir. Mən garanti verirəm. Nə var ki burada? Mən eləyirəm. Yox, sən verə bilmə. Necə yəni sən belə çıxır. Sən cəmaatın fikrinə sən atsan, dayaqsan. İmən o yolla getmək fikrinə atırsan, qeyri fikirlərə yox. Nə bilirsən ki? Çünki o sənin kimi demirəm, adam vurma lazım deyil. Bunu deməklə o adam vurmayacaq. Yəni elə bilmə, yox mən müşrik bunu deyibsə mən vurmayacağam. Elə demirlər. Adam niyə vurmamaq lazımdır, onu öyrətmək lazımdır. O düşüncəni vermək lazımdır. Adama hansı hallarda vururlar? Niyə vururlar? Nəyə səbəbə vururlar? Vurandan sonra bunu danıldura bilərsən, sən nə edəcəklər, ailəyə nə edəcəklər? Bunu izah eləmək lazımdır ki, bu vurulmasın. Sən adam vurma deyəndən sonra o deməkdir ki, hə, müşrik deyirsə mən vurmayacağam. Elə olmur məsələlər. Sən məsələlərin dərinliklərini bilmirsən. Qardaş, mən heç nə atmayın, Allah canı sağ eləsin. Qaqaşı atın. Mən TikToker deyirəm, qaqaş TikTokerdir, belə pis çıxmasın. Deyə pis çıxır ki, TikTokerma mən çox bir şey deyirəm. Yəni deyirəm qaqaşı atsın. Deyirəm mən atsın, deyirəm ki, qaqaş sən atsınlar da, mənə ehtiyac deyir, Allah canı sağ eləsin. Sən qref gəlir, ona görə. İndi mən hardan gəlir o heç də. Heç də sən söhbət eləmək xoş oldu, amma burada insanları, yəni boş şeydir də, belə nəsə danışmaq istəsən. Mən onu deyirəm, boş şeydir. Mən onu deyirəm, zamançı boş şeydir. Boş şeydir. Yəni burada bir insan dədəsi, anası düzəldə bilmirsə, ya sən ya mən düzəldəsin insanlar. Yox, düzəldirsən. Mənim özüm düzəlmişəmsə, mənim dədəm anam düzəltmədi. Məni ki bir insan düzəltdi. Özünə yaxşı bax. O düzəltməsəydi mən ya türmədəydim, ya torpağın altında. Yox, onu sən qulaq as da, onu sən şey Məşfiq bəs, yoruldum bəsdir. Sabah bu söhbəti paylaşacağım. Yoruldum. Bana heç nə yazmıyor, ne bura? Mən şey deyil, şok değilim. Kimsə nəsə yazsın bura, mən onu qoşum bura. Elə şeylə yazmıyorum bura boş-boş. Ekran tıkı bakıyorsan, ekran tıkı vurmamızı yarım milyon olmuyor. Takibat mən takibatsın. Sabaha yaxşı video gələcək. Videolar gələcək. Qaqa, siz 20 nəfərsiz. Biriniz qutarsınız, biriniz danışırsınız. O biriniz qutarsınız, o biriniz danışırsınız. Mən yoruluram burada. Sizə nə var onu eləməyəm. Mən yoruluram. Bir dənə Kərət Ovuza yazın da. Kadr biz Kərət Ovuza yaz da. Deyən Tebo gözləyir gəlsin görək bura. Apasını Roma bura heç nə atmıyor qaqa. Apasına baxım Romanın burada nə iş var? Məzələrini siz. Apasını Roma özü. Məndən mülayim Tebo. Ekran tıkıvırın yarım milyon olayım. Mən də mülayim Tebo, buyurun. Takip atın, bəzən girirəm. Məni tanımayan insanlar var da. Mənə laf zəhləniz geçsin, amma mənim ideyamı bir dənə düşünün evdə. Mənə istəyət evdə. Mənə istəyət